Başqa bir xalq qədim İranın xəritəsi ilə fəxr edir. Bu İran xəritəsi Şah İsmayıl Səfəvi dövründə 1501 ilə 1524-cü illər arasında olan xəritədir. Azərbaycanlılar bu xəritə ilə fəxr edir və buranın paytaxtı Təbriz olmaqla öz ölkələri olduğunu düşünürlər. Bu paytaxtı Təbriz. Azərbaycanın öz tarixi keçmişinə, xüsusilə Səfəvilər imperiyasına sahib çıxması İrandakı şovinist dairələrdə növbəti anti-Azərbaycan kampaniyasını qızışdırıb. Regionda balansın Bakının xeyrinə dəyişməsi və Türk dünyasının inteqrasiyası Tehrandakı bəzi ideoloqları o qədər panikaya salıb ki, onlar artıq Bakıdakı muzeylərdə asılan tarixi xəritələri belə özləri üçün təhdid mənbəyi elan edirlər. İran mediasında Bakıya qarşı tirajlanan növbəti qarayaxma kampaniyası da bu qorxunun təzahürüdür. İranlı məşhur siyasi ekspert Ehsan Movahedyan Bakıdakı muzeylərdən birində paytaxtı Təbriz olan Səfəvi dövlətinin xəritəsinin nümayiş etdirilməsini rəsmi Bakının ideoloji hücumu kimi qələmə verməyə çalışıb. Azərbaycanın öz real elmi və tarixi keçmişini gənc nəslə təqdim etməsini saxta kimlik quruculuğu adlandıran şəxs əslində fərqində olmadan Tehranın 10 illiklər boyu qurduğu saxta tarix strategiyasının iflasını etiraf edir. Səfəvilər Azərbaycan dövlətidir. Şah İsmayıl Xətainin qurduğu imperiyanın hərbi siyasi onurğasını Azərbaycan türk tayfaları təşkil edib. Dövlətin ilk paytaxtının Təbriz olması, saray və ordu dilinin Azərbaycan türkçəsi olması bu imperiyanın milli kimliyinin silinməz möhrüdür. Dünya tarixşünaslığının qəbul etdiyi bu reallığı farslaşdırmağa çalışmaq elmi savadsızlıqdır.